Salam dostlar. Bugün yani 12 Aprel 2026-cı il tarixində keçirilən 9-cu siniflər üçün buraxılış imtahanının ingilis dili suallarına nəzər salaq. 13-cü sualda baxırıq, burada decide var. Və decide'dan sonra da gələn feil məstər şəklində, yəni to'lu məstər olmalıdır. Ona görə də yəni mütləq to olmalıdır. 1 doğrudur, 2 yanlışdır və to'lu məstərin də inkarı not to ilə düzəlir. 3 də doğrudur, 4 ona görə yanlışdır. Cavab olacaq A variantı. 14'də burada əzəz var. Əzəz də bilirik ki, sifətin ad dərəcəsini düzəldir. İndi baxaq variantlara. A variantını çıxıram, çünki bu üstünlük dərəcəsidir. C variantı da üstünlükdür, amma düzgün üstünlük deyil, çünki modun çox hecalıdır. Y variantını çıxıram, bu müqayisə dərəcəsindədir. Doğru cavab B variantıdır. D variantında isə bu Z nə əlaqə? Doğru cavab B variantı. 15'də worry narahat olmaqdır, scream qışqırmaqdır, cover isə örtməkdir. Baxaq A-ya. To make a loud high cry. Avtomatik cry gördüm burada. That shows you are afraid or hurt. Deməli olacaq 2'ye A. To feel that something bad will happen or has happened. Bəli, bu worry narahat olmaq. To put one thing over another thing to hide it or to keep it safe or warm. Aha, bu da olacaq cover örtmək. Cavab olacaq Y variantı 1B 2A 3C. 16'da baxıram, birinci nöqtələrdən sonra ismim var, digərindən sonra isə heç nə yoxdur. Deməli mənə lazımdır birincidə yəli əvəzin aslı forması, digərində isə müstəqil. Baxaq variantlara. A variantını çıxıram. A variantı birinci tərəfə görə doğrudur, amma ikinci tərəfə görə yanlışdır. D variantını çıxıram. Birinci tərəfə görə doğrudur, amma ikinci tərəfə görə yanlışdır. B variantını çıxıram. Birinci tərəfə görə yanlışdır. C variantını da çıxıram. Birinci tərəfə görə yanlışdır. Y variantı isə doğru variantdır. Hizdən sonra isim gələ də bilər, gəlməyə də bilər. Çünki yəli əvəzinin aslı və müstəqil formasında his elə olduğu kimidir. Ona görə cavab olacaq Y variantı. 17'də choose a correct sentence in the passive voice. Deyir passive voice-də düzgün cümləni seçin. Deməli burada cavab olacaq A variantı. Həm quruluşu düzdür, həm də mənə yeni iş təklif edildi. Yəni kimsə tərəfindən edilib. Zamanımız da keçmiş zaman olduğu üçün keçmiş zamanda quruluş necə olur? Was were plus participle to. B variantını avtomatik çıxıram, itirən başlayıb. C variantında heç quruluş yoxdur. D variantında da həmçinin, Y variantında da həmçinin. Ona görə düzgün cavab olacaq A variantı. Baxaq 18-ci suala. Match the words to their definition. Annoy narahat etməkdir. Frighten qorxutmaqdır. Prove isə sübut etməkdir. Gəlin baxaq definitionlara. Annoy bezdirmək, narahat etmək bu mənasındadır. Baxaq indi. To show that something is true. Bəli, bu sübut etmək olacaq. To make somebody a little angry. Bu olacaq deməli annoy. To make somebody feel afraid. Bu da olacaq frighten. 1B, 2C, 3A. Doğru cavab C variantı. 19'da. Deməli was your first grade teacher. She was. Aha, deməli burada soruşacaq ki, sənin 4-cü sinif müəllimin kimdir? O da deyəcək ki, she was Mrs. Smith. Cavab A variantı. 20. Choose the antonym of underlined word. The central street is very noisy. Deməli noisy səs-küylüdür, quiet sakitdir. Big böyükdür, 4 içiklidir, short qısadır, long isə uzundur. Baxaq 21-ci suala. This winter I'll stay at my aunt's for 2 weeks. Bəli, cavab olacaq D variantı. 22-ci sualda choose a correct option, düzgün seçimi seçin. One of the tables is newly painted. Bəli, bu doğrudur. The cost of this construction is too high. Doğrudur. Nəyə görə doğrudur? Çünki nə demişik? Ofdan əvvəlkinə baxırıq. Ofdan əvvəlki sözə uyğun xəbər qoyulur. George and I. Aha, George and I nəyə bərabərdir? Gəlin baxaq. George and I bərabərdir V-yə. V-yə bərabərdirsə bu nə olmalıydı? Were olmalıydı. Ona görə 3 səhvdir. The pages of this book is done. Yenə ofa qədər ki, pages cəmdədir deyə burada ar olmalıydı. Ona görə cavab olacaq Y variantı. Aha, 23-cü sualda baxaq. We played very well. Aha. Deməli bunlar çox yaxşı oynayıblar. Didn't win. Qazanmadıq. Deməli qazanmayıblarsa biz yaxşı oynadıq çünki qazanmadıq olmaz. Yoxsa qazanmadıq və qazanmadıq. Belə ki qazanmadıq yox, lakin qazanmadıq. Cavab olacaq D variantı. Choose a correct option, düzgün seçimi seçin. Aha, at the moment var. At the moment varsa hansı zaman olmalıdır? Davam edici zaman. Singədə 3-cü şəxsin təkinə bərabərdir. Cavab olacaq B variantı. Choose the words with negative meanings. Aha, negativ mənada olanları seçin deyir. Embarrassed, peaceful, confident, xeyr, creative yox, disrespectful, bəli. Cavab 1-5. Baxaq indi 5-ci suala. Dear story writers, are you interested in learning more about literature? Join our Basics of Literature course this Saturday, at 10 o'clock AM. You will discover easy methods to write stories for kids. Uşaqlar üçün hekayələr yazmaq metodları. The course is open to everyone above the age. Deməli 18 yaşdan yuxarı hər kəs üçün açıldı. Don't miss this chance to improve your skills. Sign up and attend the course without any payment. Avtomatik Y variantını çıxıram çünki amount of payment deyir. Baxaq, the community wants to teach kids how to write a story. A variantı səhvdir, çünki uşaqlara öyrətmir. Uşaqlar üçün above the age of 18, 18 yaşdan yuxarılara uşaqlar üçün hekayə yazmaq öyrədir.
The course will take place every Saturday. Yox, this Saturday'dir. The course will help kids to improve their storytelling skills. İndi uşaqlara deyil, 18 yaşdan yuxarılar üçündür. Doğru cavab D variantı. The community organizes a free course for story writers. Bəli, əvvəldə deyir. Dear story writers. Doğru cavab D variantı olacaq. Baxaq 6-cı suala. Dear customers, we would like to inform you that our shop will close early today at 5 o'clock p.m. for deep cleaning and construction. Please make sure to finish your shopping before it. Əvvəl bitirməyin, yəni saat 5-dən əvvəl bitirin. Thank you for your understandings. Tomorrow the shop will be closed the whole day for construction. Səhvdir. Birincisi, bu gün də, bu bütün günü deyil, saat 5-dən sonradır. Customers can start shopping after deyil, axı burada əvvəl deyir. Customers are asked to finish shopping till, bu doğru cavab C variantıdır. Xahiş edir ki, saat 5-ə qədər bitirsinlər. The construction will last till tomorrow evening. Bu barədə məlumat vermir. The shop manager announces discount for tomorrow. İndirim elan etmir. Ona görə cavab olacaq C variantı. 7-ci sual. Dear Sarah, thank you for helping me with my math homework last week. I did well on the test because of your help. Next week I will have final exam in science. Let's meet soon to study together again. Sarah best wishes Emma. Sarah wants to meet Emma next week to do homework. Sarah istəmir, bunu Emma istəyir. Ona görə hansı səhvdir? Sarah wishes Emma to achieve success at math. Yenə də yerləri dəyişilib. Yəni belə bir şey də yox mövzu mətndə. Emma achieved a high score in science homework. Emma asked Sarah to help her to study science. Bəli, D variantı. Emma helped Sarah to be successful at math. Emma kömək eləmədi, Sarah kömək elədi. Ona görə doğru cavab D variantı. Deməli, baxaq 8-ci suala. Choose the false statement according to the passage. Komodo dragons are in danger of losing their lives. Bəli, bu doğrudur. Baxın burada, Komodo dragons may soon no longer exist. The length of Komodo dragons can be about 3 meters. Bu da doğrudur. Burada deyir 3 metrə qədər. Grown up to 3 meters. Burada da deyir təxminən 3 metrdə, eyni şeydir. Komodo dragons came from Indonesia. İndoneziyadan gəlmir, baxı bu. Bu gəlib Avustraliyadan. Ona görə cavab C variantıdır. Komodo dragons live in Komodo National Park. Bu da doğrudur. Çünki burada deyir. Komodo National Park yaradılıb və several islands of Indonesia və Komodo dragons live. Əgər desəydi bütün Komodo əjdahaları yaşayır, onda yanlış olardı. Natural disasters are dangerous for Komodo dragons. Bu da doğrudur. Burada deyir. Volcanoes, earthquakes and fires are dangerous for these animals. Ona görə cavab olacaq C variantı. Just the correct answer to the question according to the passage. How do Komodo dragons hunt? Deyir ki, Komodo əjdahaları necə ov edir? Deməli, bunlar nə edirlər? Burada var. They have poison in their mouths that can kill the animal they hunt. Use their noses, yanlışdır, burunlarından xeyir. They use poison in their mouths to kill animals. Bəli, B variantıdır. C variantı da yanlışdır. Bu da yanlışdır. Bu da yanlışdır. Cavab olacaq. Bizdən əsas səbəbini istəyir, cavab olacaq B variantı. Mətin nə haqqındadır? Mətin haqqındadır. Baxın, çox zaman bu olur mətnin birinci cümləsi. Çox zaman birinci cümlə elə onun nə haqqında olduğunu göstərir. Burada nə deyir? Komodo dragons are one of the largest animals on earth. Burada da eyni şeydir. One of the biggest animals. Bundan danışır Y variantı. Təbiətindən danışmır, İndoneziya adalarından danışmır, ovlamaq yollarından təkcə ondan danışmır. Bundan D-dən danışmır. Ona görə cavab olur Y variantı. Komodo dragons, keep a 4 kilometer distance from each other, have a sense of smell in their tongues, don't attack each other, can grow up to a meter, bu onsuz da 3 meterdir, are light in weight, yüngül deyirlər, ağırdılar. Bir dənə baxaq bu, have a sense of smell. Baxın burada, Komodo dragons have an excellent sense of smell. Yəni burada da in their tongues, baxaq. Bəli, they use their tongues instead of their noses to smell. Doğru cavab olacaq B variantı. Baxaq 12-ci suala. Which statement are true? Düz istəyir bizdən. Komodo National Park was created at the end of the 20th century. Deyir ki, 20-ci əsrin sonlarında yaradılıb. Doğrudur da 1980-ci illər 20-ci əsrin sonlarıdır. Komodo dragons are very friendly with people. Xeyr. Burada deyir. They usually stay away from people. All Indonesian islands are included to Komodo National Park. Çox rahat düşüb həm mətin, həm qayda, həm də short textlər. Həqiqətən yəni cavabları var hamısı burada. This park includes several islands. Çox ada deyir, hamısını demir. Komodo dragons are under the protection. Bəli, bu da qoruma altındadır. Bu da doğrudur. Cavab olacaq 1-4.